Neyse, vaxt itirmədən davam edirik. 2022-ci ilin ikinci şansıdır. Bu il 2022-ci ilə qədər demək biz artıq sınaqları işləmişik. 23-ü, 24-ü şeydə işləyəcəyik. 4-cü gün işləyəcəyik. 25-ə birinci gün baxacaq. Sonuncu dərs günü söndürə bilərsiniz bəli biraz. Sonuncu dərs günü başdan ayağa mən özüm danışacağım. Bütün mövzuları müzakirə eləyəcək. Oldu? Yəni çalışın sonuncu dərs günü gəlin. Ki, bütün sualların müzakirəsinə baxa bilərsiniz. Müzakirə istəyəndə bütün mövzuları hardan nə düşəcək, onları təkrar elətdirəcəksiniz. Başlayaq. Xarici yaddaş qurğularını müəyyən edən, recordingdə gedirmişik. Xarici yaddaş qurğu, FTD xarici yaddaş qurğusudur. RAM və ROM daxilidir. HDD, streamerdə nədir? Maqnit lenti, yəni toy kasetli xarici yaddaş qurğusudur. 1, 4, 5. Bir doğru fikri deyil. Sənəd seçilmiş mətndən başqa bütün mətni çapa vermək olar. Bizdə elə bir şey var. Seçilmiş mətndən başqa bütün mətni çapa verə bilər. Elə səhv fikir bu deyil. Yoxsa doğrunu axtarırıq? Yox, səhv axtarırıq. Biz Excel-də seçilmiş hissəni çapa verə bilirik. Seçilmiş hissəni. Word-də mən mətnin yarısını seçim, yarısı qalsın, bir hissəsini çapa verim, bir hissəsini yox. Bizdə Word-də səhv olaraq çəpə gedir. Sonra yerdə qalanlar düzdür zaten. Sütunu soruşur. Sütun nədir? Hərflərin sayı. B, C, D, Y. Neçə dənə hərf var? 4 dənə cavab olacaqdır. Sətrin sayını soruşsaydı 9-dan çıxacaqdınız ikisini. Üstünə gələcəkdiniz nəyi? 1-i. Bu da bizə verəcəkdi sətrin sayını. Neçə eləyir? 8. Əgər bizdən xananı soruşsaydı 4-ü vuracaqdınız 8 eləyəcəkdi necə? 32 xanamız olacaq. 101 nədir? Universal portdur. Ctrl Enter nə edir bizim üçün? Nə yaradır? Yeni səhifə yoxdur ki, cavablar var. Yeni səhifə yaradır. Enter təkcə abzas yaradır, amma kontrolla bir yerdə nə yaradır? Səhifə yaradır. Sonra utilitlər dedikdə, utilitlər ümumiyyətlə haraydır? Proqram təminatı 3 yerə bölünür. Sistem, tətbiqi, iPhone değil ki. Neyse. Sistem, tətbiqi və instrumental olaraq 3 yerə bölünür. Sistem proqram təminatı üzrə bölünürdü. Baza və servis hissəsini. Utilitlər də hara aid idi? Bu servis hissəsinə aid olandı. Dil funksiyalarına aiddir. Rəsmlərin yaradılması tətbiqi proqramdır. Şəkili biz diskin sürətinin yaradılması backup'da olar. Arxivlərin yaradılması, yenilənməsi var idi utilitlərdə. Sonra ilkin proqram bütöv maşın dilinə çevirən bu ümumiyyətlə instrumental proqrama aiddir, getdi. Verilənlər bazası ilə işləyən accessdir, tətbiqidir, getdi. Diskin formatlaşdırılması, defragmentasiyası aiddir. Bu hansı idi? Disk defragmenter idi, optimallaşdırmanı yerinə yetirirdi. Oldu 2, 3 və 6. Vektorizator hansılardır? Raster təsvirləri vektora çevirmək üçün vektorizatorlardan istifadə edirik. Adobe Streamline, bir də Corel Trace vardı. 2 dənə proqramdır. Cəmi ikisindən biri verilib. Müxtəlif topologiya eyni protokol olan hansıdır? Körpü, bridge gedən yadınızda saxlaya bilərsiniz. Marşrutlayıcı mı hərfinizdən yadında saxlayırsınız ki, müxtəlif topologiyalı, müxtəlif protokollu olsa olacaq marşrutlayıcı. Bridge gedə E hərfi, müxtəlif topologiya malı eyni protokollu. Verilənlər bazasında deməli, şərtlər əsasında seçim hansıdır bizdə? Doğrudur. Sonra aksesdə verilənlər bazasına uyğundur. Hansıdır? Relyasiya təbii ki, yəni cədvəl modeli uyğundur. Sonra bir File Explorer pəncərəsində belə bir sənədimiz var. Yadınızda saxlayın ki, baxın, bunlar ikisi birdir. Magistrın və yaxud da ki, müəllimlər işə qəbulun hər hansısa birinin ilk öncə yaradılmasının bir önəmi nədir? Yoxdur. Sonra
Magistri açdıqdan sonra bunun içərisində nələr yaranıb? İnformatika və məntiq. Məntiqə daxil olduqdan sonra məntiqin içərisində nə yaranıb? Təhlil. Görürsünüz bir-birinə. İndi burada cavabda ona uyğun olaraq seçirsiniz. İnformatika qovluğunu yaradın. İnformatikanı birinci yarada bilmərik. Məntiq qovluğunu yaradın. Getdi, yaradılmırıq. Magistr qovluğunu açın, əvvəlcə yaratmalıyam. 4-ü yaradıram, sonra müəllimlər işə qəbulun sonunda da yarada bilərsiniz ayrıca. 4 ilə 5-i yaradıram, düzdür. Sonra magistrın içərisinə daxil olmalıyam. Magistrın içərisini açıram, 3-ü yaradıram. Bunların yeri dəyişik ola bilər, fərq yoxdur. Çünki eyni hüquqludur. Magistr açdıqdan sonra informatika ilə nəyi yaradıram? Məntiqi. İnformatika ilə də məntiqin fərqi yoxdur. İkisindən birini, yenə bunların da yeri dəyişikliyi ola bilər. Hansını istəyirsinizsə yarada bilərsiniz də. Sonra bunları yaratdıqdan sonra məntiqi açmalıyam. 6 gəlməlidir mütləq şəkildə. 6-dan sonra nə gələcək? 7. Cavab nə olacaq? Baxın, 6, 7 mütləq gəlməlidir. 4, 5-in yeri dəyişik ola bilər. 3, 2, 1 ilə 2-nin də yeri dəyişik ola bilər. Cavab nə oldu? C variantı. Çünki məntiqə daxil olmamış təhlili yarada bilmərəm. Deyir ki, yaramır. Bunu bayaq da eləyirsiniz. Slaydda hansı obyekt əlavə etdikdə format. Bizdə cədvəldə nə yaranır? Dizaynla layout yaranır. Cədvəl yaradarkən. Yerdə qalanlarında format. Format yəni bu şəkilə görünüş verirsiniz də, effektlər verirsiniz və s. deyil axı. Mətn proseduru aşağıdakı kimi yığılmış. Neçə sətr, neçə sütunumuz var? 4 sətr, 4 sütunumuz. Gənclər, mən bunu sizin üçün çəkirəm, çünki proqramda da yazsaq, özünüz imtahanda çəkib yazmalısınız. 1, 2, 3, 4 dənə sütunum var. Neçə dənə sətrim olacaq? 3, bu da 4-cü sətr olsun da. Oldu. Bizə deyir ki, birinci nə yazılıb? Şəhər, sonra malın adı və bunlar nə ilə ayrılıb? Nöqtə vergüllə. Ay və satılıb. Şəhərim Bakıdır. Bakı ilə yanvarın arasında görürsünüz. Bunlar nöqtə vergüldə bir dənə boşluq var burada. Deməli, içəri heç nə yazmıram. Yanvar və satılıb neçə dənə? 5 dənə. Sumqayıt, şəhər Sumqayıt. Sumqayıtda stul satılıb. Hansı aydı? Mart aydı. Neçə dənə? 6 dənə. Sonra Gəncədir şəhərimiz. Masa satılıb. Masa. Necə? Fevral, sonra fevral burada. Mart ayında satılıb neçə dənə? 3 dənə. İndi bizə deyir sütunu. İkinci sütunun hansıdır sənin? Burada nədir? Malın adıdır. Sonra boşluqdur. Stuldur, masadır. Onu axtarıq. Deməli, malın adı, boşluq, stul və masa. Arxiv faylları hara aid idi? Sistem proqram təminatı özü bölünürdü. Neçə yerə? Bir böyüdüm də sizin üçün görürsünüz. Aha, baza və servisə aid idi arxivatorlar. WinZip, WinRAR olanlar. Ölçünü neyinirdi bizdə burada? Azaldırdı. Hansı? Bəli. Haradadır bu? Bəli. Ölçü azalır, amma sıxlaşdırılmış fayllardır. Ölçünü təzədən geri qaytardı. Arxivdən çıxartdıqda həmin faylınız olduğu kimi qalır. Deyir ki, obyektdə verilmiş informasiya effektlərinin start formasına aid deyil. Obyekt də bilirsiniz də, PowerPoint-la söhbət gedirsə, obyekt deyiriksə nəyi nəzərdə tuturuq? Animation hissəsini. Çünki translationda slayda keçid effekti verirdik, slaydlar arası. Slaydlar bunlardır da vərəqlərdir. Biri var vərəqlər arası keçid effekti, bir də var bunun üzərində hər hansısa bir şəkillə ona keçid effektini veririk hardan? Animationdan. Animation deyiriksə, obyekt görülürsə cavab animation götürürük. Burada da deyir start var. Yəni bir dənə slayda keçid effekti verir. Amma startda da var nə? One click with person after. Kliklə, əvvəlkindən sonra. Bizə aid olanı soruşurdu, yoxsa olmayanı soruşurdu. Keçid edirəm. Aid deyil, olmayanlar. Bax, aid olanlar var idi əvvəlki ilə, kliklə, bir də ki, əvvəlkindən sonra. Aid olmayanlar hansılar olacaq onda? Yavaş, sonra orta, bir də ki, fast. Bu şeylərdir. Bəli, baxın. Bunlardır. Exchange, çıxış var. Burada şey var, emphasis var. Translation'da slaydlara keçid effektindədir. Yəni, dinamik kontakt var, bax, bunlardır. Bir var slaydların özü bölünür, hansı keçid effektləri verəcəksən. Bir də var ki, keçid effekti verdikdən sonra onun start, yəni necə başlasın, hardan başlasın, hansı obyektdən sonra, əvvəlkindən sonra gəlsin,
Bir neçə obyekt olur da. Hansı obyekt əvvəl gəlsin və sarı əvvəl axı, yoxsa basan kim başlasın mı? Sonra növbəti sualımız. Dördüncü nəsil. Ümumiyyətlə, yadınıza saxlayın ki, nəsillərdən suallar düşür. Hardan başlamaq desəz ki, başlayaq oxumağa, gedin nəsillərə baxın. Birinci nəsil elektron lampa, ikinci transistator və diodlar, üçüncü elektron sxem, dörd böyük və çox böyük integral sxem. Böyük və çox böyük integral sxem. Dördüncü nəsildə fərdi kompüter yaranıb, ikinci nəsildə mətin informasiyanın emalı yaranıb, birinci nəsil perfokartla yadınızdadır, xüsusiyyəti o idi. Algoritmik dillər 2-də yaranıb, amma monitor və klaviaturadan istifadə 3-də. Həm monitor və klaviatura bir yerdə istifadəsi artıq əməliyyat sistemi də deməli onda harda yarandı? 3-də yarandı ki, bunlar bir yerdə istifadə olmağa başladı. Reklam üçün istifadə edirik nədən? Bannerdən istifadə edirik. Deyir ki, düsturu köçürülmədir. Əslində görürsünüz, bu il çox rahat oldu. Çıxılsın, dollar D2. Dollar olanlar toxunulmazdır, digərlərin sürüşdürülmə zamanı dəyişir. B2-yə gedirik. A-dan B-yə nə qədər artma baş verib? Bir hərf. Rəqəm də yenə nə qədər artıb? 1. D-ni bir hərf artırıram, nə olacaq? Y. Rəqəmi də bir rəqəm artırıram, olacaq 4. Çıxıram. D-nin qabağında dollar var deyəm, bu nə oldu? Toxunulmaz oldu. Amma 2 nə olacaq? Artacaq. Olacaq 3. Cavab hansı variant olacaq? A variantı. İşçi kitab və vərəqi silmək üçün hansı lent tabından istifadə edirik? Hardan istifadə edirik? Home-dan. İşçi kitab yəqin ki, kitab deyiriksə, ilk ağlımıza nə gəlir? Home lent tabı gəlir də, düzdür? Bəli. Keçirik, baxın, burada insert var. Biz işçi vərəqi kitabı əlavə edə bilirik. Delete vasitəsilə də nə edirik? Silirik. Amma sildiyimiz zaman sətr və sütunun ardıcılığı dəyişmir. Yəni, mən burada, baxın, seçdim bu hissəni. 3-dən 23-ə qədər gəlib delete eləyirəm. Amma görürsünüz, yenə ardıcılıq dəyişmir. Yəni, bizə deyəndə ki, bir dəqiq sualımız da var ki, 10 dənə sətrimiz var, Excel-də atıram, düzdür. Bizə deyir ki, 5 dənəsi əlavə olundu, 3 dənəsi silindi. Sonda neçə dənə maksimum sətr sayı nə qədər olacaq? Sənin maksimum sətr sayın dəyişmir. Elə 10 olaraq qalır. 10 dənə maksimum sətr sayın var, 6-sı silindi desə, yenə deyirsən ki, nə olur? Neçə dənədir? 10 dənə. Çünki görürsünüz, sildim, nə oldu? Ardıcıllıq dəyişmədi. Elə say yerində qalır, nizamlanmır. Cavab nə oldu elə? Hansı lent tabından? Home-dan. Hə, lent tabı deyirsə, home, lent qrupu desəydin olacaqdı. Sales-dən istifadə edəcəyik. Biz say sistemlərin, fərqli say sistemlərində toplamağı bilmirik. Ona görə hamısı nəyə gətirməlisiniz? Onluğa. 1 vurulsun 2 üstü 2, üstə gəlsin 1 vurulsun 2 üstü 1. Bizə nə verəcək? 4, 5. Düzdür? 5 üstə gəlinsin. 14-ü də çevirirəm. 16-lıqdan olmalı. Sürə yazıram 0, 1. 1 vurulsun 16 üstü 1. Üstə gəlsin 4 vurulsun 16 üstü 0. Bu neçə verəcək? 20. 20 üstə gəlsin. 25 zaten 10-luqdadır, saxlayıram. Bizə verəcək nə? 50. 50 də 10-luqdan 2-yə keçirmək üçün 2-yə bölə-bölə gedirsiniz. Neçə? Yoxsa 50 bilməm. Bir də 2 üstü 0 yaz. bir şeydir. Yox, 2 üstü 1-i 1 kimi hesablamışam. 6-dır bu. Neçələrdə? 51. 51-i də böləndə 2-yə bölürsünüz. 25 dəfə düşür. 50. Nə qalacaq? 1 qalır. 25-i böldüm 2-yə 12. 24. Nə qalacaq? 1 qalıb götürdüm. 12-ni böldüm 2-yə. 6 dəfə 2-nin 12. 0 götürdüm. 6-nı böldüm 2-yə. 3 dəfə 2-nin 6. 0 götürdüm. 3-ü böldüm 2-yə. 1 dəfə 2-nin 2. 1 və sonuncu nə? Qismət. Sağdan sola doğru nə edirik? Düzürük. 1, 1, 0, 0, 1, 1. Çevirdik hansı say sisteminə? İkili say sisteminə. Cavabımız nə olacaq? D variantı. Aşağıdakilərdən hansı PX Setup dialog pəncərəsinin məxsus pəncərə əlavələri, tab vərəqləri deyil? Millət, biz ümumiyyətlə söhbət Word-dən gedirdi də, düzdür? Word-ə daxil oluram, keçirəm Layout-a. Layout-un PX Setup-ın dialog pəncərəsi. Dialog pəncərələri üzərində ox işarəsi görürsə, bunlar bizim dialog pəncərəmizi açır. Dialog pəncərələri hansı səhifələrdən ibarətdir? Merix, PP və Layout. Deməli, 3 dənə səhifədən ibarət. Hansılar oldu?
Mailings, paper və varlıqdan ibarətdir. Yəni bizə də deyir ki, hansılar deyil. Bunlar qalacaq yerdə olanlar. Yəni bunu zarət edelim. Hə. İndi keçid edək. Cavabımız nə olacaq? 2, 3, 5-i çıxacaqsınız. Yerdə qalacaq nə? 1, 4, 6. Olmayanları seçirik. İş masasının fonunda deyir ki, fon şəklində ekranda hansı rejimləri yerləşdirmək olar? Biz hətta iş masasını keçərkən demişdim ki, elə bizə sual düşür, sadəcən buradan düşür. Bana bu. Baxın, seçmək. Fill, fit, stretch, title, center, span. Bunlar bizdə iş masasını yerləşdirmə üsullarıdır. Mərkəzdə dartaraq yerləşdirə bilərsiniz, tam doldura bilərsiniz. Centerdə yerləşdirə bilərsiniz, mərkəz hissədə. İndi bizə deyir ki, yerləşdirmək olar. İndi hansında yerləşdirdik? Centerdə, sonra til var idi, tile, span var idi. Bəli. Bu arada bu sual bundan əvvəl də düşmüşdü. Sonra modemin buraxılış qabiliyyəti. Modemin buraxılış qabiliyyəti bərabərdir nəyə? Sürəti vurursunuz bitə. Bizdən zaten analog siqnallarını soruşur, yəni biti soruşur. Onda modemin buraxılış qabiliyyətini böləcəksiniz nəyə? Sürətə. Burada da qalacaq nə qədər? 44 qalırdı. Düzdür? Sonra S dəyişənin qiymətini axtarırsınız millət. M-in qiyməti nədir? 4-dür. Ay, sorry. 4. Nə deyəcəkdim? 4 böyükdür 2-dən. M-in qiyməti, S-in qiyməti necədir? 2-dir. Aha, düzdür. Həyə düşürəm. S bərabərdir. S vurulsun M. 2-ni 4-ə vurdum 8. Bir də təzə nə çıxdım? 4 çıxdım. Yenə 4 oldu. M bərabərdir. M üstə gəlsin 7. 4-ün üstünə 7 gəlin neçə eləyəcək? 11. Şərt doğrudur. Bəli. S-in qiyməti neçədir? 4-dür. Gəlirəm, düşürəm. S-in qiyməti 4 deyil. Hə, 4-dür. S bərabərdir. S vurulsun M. 44. 44-dən də təzədən 4-ü çıxan nə qalacaq? 40. Ay bala, M-i vurdum. S-in qiyməti nədir? 4-dür. 4-ü vurdum. 44. 44-dən də 4-ü çıxdım. 40 qaldı da. Sonra M bərabər olacaq. 11-in üstünə 7 gəldi. 18. Sonra qalxdıq yuxarı. M 18-dir. S neçədir? 40-dır. Şərt ödədi, yox ödəmədi. Sonra deyir S-dən 40-dan çıx nəyi? M-i. M də 18-dir. Çıxanda neçəsi qalacaq? Təzə qiyməti qoymadı. Ay, bir dəqiqə. Çünki fikrim sizlə bərabər yoldaşlarınızdadır. S-in qiyməti nədir? M 4-dür, S neçədir? 2-dir. Şərt doğrudur, hə. S bərabərdir. S vurulsun M. S-i vurdum M-ə neçə elədi? 8. 8-dən də 4 çıxdım, qaldı 4. M oldu neçə? 11. Qalxdım yuxarı. M 11-dir. S neçədir? 4-dür. Şərt doğrudur, hə. S bərabərdir. S-i vurdum M-ə. 44. 44-dən də neçə çıxacam? 11 çıxdım. Neçə qaldı? 33. M oldu neçə? Üstünə də 7 gəldim, 18. Qalxdı yuxarı. M 18-dir, S 33-dür. Şərt doğrudur, yox. S-dən çıxıram, 33-dən çıxıram neçəni? 18 neçə qalır? 15. Takip. Bir simvolumuz, Unicode-da bir simvol neçə baytdır? 2 bayt. Onda 512 simvol neçə bayt eləyəcək? 2-yə vuracaqsınız da. 1024 bayt. Bu neçə bayt eləyəcək? 1792-ni vuracaqsınız. Bir də bunları bitə də çevirməlisiniz, ha. Çünki cavablarda nə var? Bitdə də var. 1792-ni vuracaqsınız 2-yə.
3584 bayt eləyəcək. Sonra 2048-i də vuracaqsınız təzədən 2-yə neçə eləyəcək? Hə, bu 4096 elədi. İndi bunları bir də cavablarda görürsünüz ki 96 bayt. Bitdə var deyən, ona görə bitə də çevirməliyik. 1024-ü vuracaqsınız. Bu rahatdır. 213 eləyəcək. 8192 bit eləyəcək. 3584-ü bir dənə də vurum 8-ə. Bu da eləyir 28672 eləmə daxı. Hə, 72-dir. 28672 bit. 4096, 12, 15, 215 var burada. 32768 bit. Oldu? Bu belə. Baxın, oldu. Boğazı. Suallar